Deyirlər, özü götürdü, qoydu xanım Zəhranı qəbrə. O qədər xanım arıqlamışdı, o qədər bədəni zəifləmişdi. Özü götürdü, qoydu, deyir, bir yerdən torpaq götürür, olcu ilə tökür Həzrət Zəhranın cənazəsinin üstünə. Torpaqla örtdü üstünü. Tarixdə belə yazırlar, deyir, əlini torpaqdan çəkəndə dünyanın qəmləri ona hücum elədi. Adam bir işlə məşğul olanda başı qarışaraq elədi. Elə işi tamamladı, işi başa çatanda qəmlər hücum elədi ona. Elə ki, ayrıldı, əlinə ayırdı torpaqdan, hiss elədi ki, tək qalıb, adamsız qalıb. Fatiməsizliyi hiss elədi həmin məqamda. Yazırlar ki, ərsələt dumu'ahu alə həddəy. Birdən sel kimi gözündən yaş atmağa başladı. Elə bir Əliyə birdən indi təzdən çatdı ki, Fatiməni itirir. İş o qədər çətin idi ki, deyirlər, qəbrin yanında 2 rükət səbir namazı qıldı. Allahın səbir dağı özünə səbir istədi Allahdan.